السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Artıq Məhərrəm ayının 7-ci gecəsidir və bizim bəhsimiz Səbə surəsinin 46-cı ayəsidir. Allah Teala bu mübarək ayədə buyurur ki, de ya Resulallah, mən sizə yalnız və yalnız bir moizə edəcəm, bir nəsihət edəcəm. Allaha xatir iki və bir durun, qalxın, hazır olun, sonra fikirləşin, sizin sahibiniz olan Allah Rəsulunda heç bir divanəlik ola bilməz. Allahın Rəsulü yalnız və yalnız şiddətli əzabdan qabaq sizin üçün xəbərdardır, xəbər gətirəndir. Və keçən gecə o həmən bir moizə barəsində söhbət elədik. Dedik ki, yeganə ayədir ki, Səbə surəsi 46-cı ayə, Allah Teala bu ayədə buyurur ki, de ya Resulallah, yalnız və yalnız mən sizə bir moizə edəcəm. Və onu da qeyd elədik ki, keçən gecələrdə ayənin siyaqından və quruluşundan bizə bəlli olur ki, bu bir moizə o qədər mühüm və əhəmiyyətli olmalıdır ki, Qur'an-ı Kərimdə yeganə bu quruluşda, bu formada bizə ayə gəlib. Çünki Allah ki buyurur, ya Resulallah, de yalnız və yalnız mən sizə bir moizə edəcəm, o bütün risaləti əvəz eləməlidir. Bütün Peyğəmbər və ali Peyğəmbərin nübüvvət işin və vəzifəsin əhatə eləməlidir ki, o zaman doğru olar. Mən yalnız və yalnız sizə bir moizə edəcəm. Başqa sözlə, bu nəsihət və bu moizə elə bir nəsihət, elə bir sözdür ki, o insanın dünya və axirət saadətinə kifayət eləməlidir. Və dünən gecə hamımız gördük ki, həmən bir moizə, bizim dünya və axirət saadətimizi təmin edə bilən o bir moizə, Allaha xatir, ixlaslı şəkildə, xalis şəkildə Allaha xatir əməllərin icra olmasına hazır olmaqdır. Əgər insanlar Allaha xatir əməli icra eləməyə, hər hansı bir əməli, hər hansı bir gözəl əməli, Allaha xatir əməl eləməyə, icra eləməyə hazır olmasalar, o zaman onların saadət və xoşbəxtliyindən danışmaq olmaz. Biz bunu dünən gecə öyrəndik və Qur'andan öyrəndik. Səbə surəsi 46-cı ayədən öyrəndik ki, Peyğəmbər salavatullah əleyh və alihin bizə elədiyi moizə, Allahın əmri ilə etdiyi və çatdırdığı moizə, Allaha xatir, ixlaslı şəkildə əməl etməyə hazır olmaqdır. Və mən dünənləri sizə o ixlasın mərtəbələrindən də danışdım. Amma bugün bu bəhslə bağlı, amma yeni bir mövzuda danışmaq istəyirəm. O da bundan ibarətdir. Necə ixlasa yetişək? Çünki dəfələrlə bu sözü demişik, problemi deyən, dərdi deyən həkim adlanmır. Dərdə dərman eləyən həkim adlanır. Hər birimiz bilirik ki, bizim ixlasımızda problem var. Ya birində çox, ya birində az, ya nəyəsə görə, ya kiməsə görə əməl olunur və s. Bunu bilirik. Amma necə eləyək bundan qurtulaq? O kiməsə görə, nəyəsə görəni necə özümüzdən uzaq eləyək? Necə Allaha xatir lillah, xalis Allaha xatir necə əməl edək? Onun yolu nədir? Ona görə yenə təkrar deyirəm, problemi saymaqla insan hünər deyir o. Problemi hamı görür. Hamı görür problem var.
Hamı görür ki qeybət eləyən var, hamı görür yalan danışan var, hamı görür böhtan edən var, hamı görür. Mən də oturum sizə bunları başlayım saymağa. Ey cəmaat, görürsünüz də qeybət yayılıb, yalan yayılıb. Biri biz durar ayağa, deyər ki, ey filan kəs, biz bilirik bunlar yayılıb, bunu biz də görürük. Əlacı nədir bəs? İslam dini dərdlərin əlacı üçün gəlib, mənəvi xəstəliklərin əlacı üçün gəlib. Allah Qur'anı dərd və problem saymaq üçün göndərməyib. Allah Qur'anı, Peyğəmbər və Ali Peyğəmbəri göndərib ki, onlar bu bəlaların, bu çətinliklərin, bu dərdlərin, bu problemlərin, bu müşküllərin nə deyirsən denən, istər onun iqtisadi olsun, dünya ilə bağlı problem olsun, istər bunun axirətlə bağlı problem olsun, istər mənəvi məsələlər olsun, istər ibadət olsun, istər inanc məsələsi olsun, fərq eləməz. Problemlərin həll yolunu bizə Qur'an göstərir. Peyğəmbər və Ali Peyğəmbər göstərir və İmam Hüseyin əleyhissalam göstərir bizə. Ona görə yolu nədir əzizlərim? Yolu nədir? İxlasa necə yetişək, necə çataq? Mən Həzrəti Əmirül Müminin Əli əleyhissalamın mübarək kəlamlarına söykənib bir neçə yolun deyəcəm sizə. Onlardan biri budur əzizlərim. Həzrəti Əli əleyhissalam buyurdu ki, Əvvəlul ixlas əl-yəəs mimma fi əydin nas. İxlasın əvvəli, birinci addımı ixlasa yetişməkdən ötürü, yəni xalis Allaha xatir əməl eləmək, insanların əllərində olanlardan məyus olmaqdır. Keçən illərdə də bu sözü demişəm. Həzrəti Əli əleyhissalamın Zülfiqarı nə qədər iti olubsa, kəlami və sözləri Zülfiqardan çox itidir. Həzrəti Əli əleyhissalamın Zülfiqarı, küfrü, şirki aradan aparırdısa, Həzrəti Əlinin kəlami və sözü ölünü dirildir. Amma ayaq üstündə olan ölüləri. İnsafla qulaq asasan, vicdanla qulaq asasan, hər bir insan, fərq eləməz. İnsafla Həzrət Əlinin kəlamlarına qulaq assa, onda olan o böyüklük və əzəməti görəcək. Bəzən ağanın bir kəlamı var, bir sözü bütün insanın həyatını dəyişdirir. O Həzrət Əlinin bir sözü var, məşhur bir sözü, buyurur ki, mənim üçün məsciddə oturmaq, cənnətdə oturmaqdan gözəldir. Bura qədər ağa desəydi, biraz bir üçün qaranlıq qalardı. Sonra özü izah eləyir. Deyir, mənim üçün məsciddə oturmaq, cənnətdə oturmaqdan gözəldir. Ona görə ki, məsciddə oturmağımdan Allah razıdır, cənnətdə oturmağımdan isə nəfsim razıdır. Bu nə böyük sözdür. Bu sözün misli bərabəri varmı, tayı oxşarı varmı? İndi burada ağsaqqallarım var, mən onlara nəsiyyət eləyə bilmərəm. Amma cavanlara deyirəm, bu gecə Həzrət Əlinin bu sözün yazın, gözünüzün qabağından əski eləməyin. Elə eləyin ki, daim gözünüzün qabağında olsun, telefonunuzun fonunda olsun, harada yazırsınız özünüz bilərsiniz. Amma gözünüzün önündə olsun. Bircə bu sözü həyatınız üçün meyar eləyin və yaxud eləyək, mən də sizlə bir yerdə, görün bütün insanın həyatı dəyişir yoxsa yox. Mənim üçün məsciddə oturmaq, cənnətdə oturmaqdan yaxşıdır. Ona görə ki, məsciddə oturmağımdan Allah razıdır. Cənnətdə oturmağımdan isə nəfsim razıdır. Ağa burada məsciddə oturmağı misal deyib. Sən bunu əlavə də eləyə bilərsən. İcazə var. Mən indi istəmirəm burada usul elmindən dərs açım. Münasibətül hökm bil mövzu, təmin və təxsis mövzusu var bizdə usul elmində. Alimlər bilirlər, elm oxuyanlar bilirlər. Orada bəzən icazə verilir hədislərə, sən özün əlavə eləyəsən, yəni hədis kimi əlavə yox, məna baxımından, fərdlərin çoxaldasan, tətbiqlərin çoxaldasan. Amma bəzən isə icazə verilmir. Hədis necə varid olubsa orada dayanmalısan. Ona deyirik təvqifi hədislər. Quran da belədir. Bəzi ayələr var ki, onun mənasında dayanmalısan, bəzi ayələr var ki, xeyr.
onun tətbiqi və fərdləri hər zamana, hər məkana şamil ola bilir. O da ayrı mövzudur. Ora girsək, elə o özü bir dənə 10 gecə istəyir ki, ona həsr eləyək. Ona görə saxlayın. Amma bilin ki, icazə var burada fərdləri artırmaq. Sən belə de, denən ki, mənim üçün yetimi sevindirmək cənnətdə oturmaqdan yaxşıdır. Ona görə ki, yetimi sevindirməkdən Allah razıdır, cənnətdə oturmağımdan nəfsim razıdır. Olar yoxsa olmaz? Olar. Çünki ağa təlil dedi, illətin dedi, səbəbin dedi. Madam ki, səbəbin deyibsə, həmən səbəb vasitəsilə fərdləri çoğalda bilərsən. Denən mənim üçün bir dənə elm tələbəsinə kömək eləmək daha xeyirlidir, daha gözəldir cənnətdə oturmaqdan belə. Niyə? Çünki ondan Allah razıdır. Sən denən mənim üçün bir xəstəyə kömək eləmək, yardımına getmək. İndi burada yardım deyəndə hamı deyir ki, imkan zayıf daxıdır. Yaxı, niyə sən yardımı ancaq maddi bilirsən? Bəzən sənin bir təbəssümün belə xəstəni sağalda bilər və yaxud onun dərdin yüngülləşdirə bilər, ağrısını azalda bilər. Axırıncı dəfə haçan xəstə qapısı açmışıq? Haçan xəstə qapısı açmışıq? Yaxın qohum demirəm. Bir dost, tanış, qardaş, salam məlik elədiyim bir adam eşitdin xəstədir, ged onun qapısına. Axırıncı dəfə bunu haçan eləmişik. Demirəm, heç kəs eləmir, amma kütləvi görülmür əzizlərim. Ona görə bu məsələlər cəmiyyəti cəmiyyət eləyir, birlik yaradır, vəhdət yaradır, ürəkləri bir-birinə bağlayır. Fikir verirsiniz, cəmiyyət nə qədər soyuqdur. Nə qədər insanların birinin digərinə aqressiyası var. Bir-birlərinə acıqlı baxırlar. Soruşsun da niyə baxırsan acıqlı deyə bilmir, ha niyə? Deyə bilmir niyə? Deyir, mənim səndən nə işim var ki? Bəli, dilin deyir məndən nə işim var, amma baxışın onu demir axı. Mən görürəm axı sənin baxışını. Baxış demir onu, baxış deyir ki, məndən işim var. Amma dilin deyir ki, çünki bilmirsən niyə? Qəlbində aqressiyanın səbəbini bilmirsən. Səbəbi dinimizin və həm dinimizin, həm də ağsaqqallarımızın insan düzəldən, cəmiyyət düzəldən əməllərin tərk elədik. Xəstələrə baş çəkərdilər, qohuma baş çəkərdilər, dosta baş çəkərdilər, ailəvi get-gəl var idi. İndi biri o birinin evinə gedəndə acığı gəlir, nə vaxt gedər canım qutara. Nədir serial qalıb, nədir telefonda oyunum qalıb, nədir? Baxın, əzizlərim, mən bunları deyirəm, bunu hamınız siz də bilirsiniz. İndi deyə bilərsiniz mənə, biz də biliriksə, niyə deyirsən? Deyirəm ki, İmam Hüseyin əleyhissalamın ehtiramına, İmam Hüseyin əleyhissalamın hörmətinə inşallah dəyişərik. Gözəlliyə doğru dəyişərik, yaxşılığa doğru dəyişərik. Çünki bu məclislərin bərəkəti var. Allah bizi İmam Hüseyin məclisindən ayrı salmasın. Deməli, Həzrəti Əmir əl-Müminin əleyhissalam buyurur ki, ixlasın birinci mərtəbəsi nədir? İnsanların əlindən olandan gözünü çəkəsən, məyus olasan. İnsanlar mənə heç bir kömək eləyə bilməz. Mənim nicatım yalnız və yalnız Allahdadır. Buna insan yəqin eləsə, bütün məsələlər həll oldu. İxlas məsələsi həll olar. Yaxşı, insan niyə ixlaslı ola bilmir? Namaz qılanda filan kəs görsün, mən namaz qılanam mənə. Sən o filan kəsin əlində və özündə nəsə bildin, qüdrət görürsən, özündə hesab edirsən, ona görə ona yaxınlaşmaq istəyirsən də. Əgər onun əlindəkindən məyus olsaydın, gözünü çəksəydin, sən onda Allaha xatir iş görərdin. Və doğrudan da əzizlərim belədir. Həqiqətən belədir. Allah eləməsini bizə çətinlik versin, sonra başa düşək. Amma insan bəzən xoşluqla başa düşməyəndə Allah ona bəlalarla başlayır ona başa salmağa. Allahın belə yolu da var. Telefonla çəkməyin orada. 1000 dəfə demişik sözü. Telefonla çəkməyimiz İmam Hüseyin məclisinə zərər verir. İstər qadın, istər kişi. Bunu bilin də. Kim izahını istəyir, gəlsin məclisdən sonra izah eləyim ona. Bir salavat deyə Peyğəmbər, Ali Peyğəmbər. Yaxşı. Deməyimiz budur, İmam Hüseyin əleyhissalamın Kərbəla şəhidlərinin və Azərbaycan şəhidlərinin din yolunda, vətən yolunda şəhid olanların ruhlarına ucalı bir salavat deyin inşallah. Dedik ki, əgər insan xoşluq, ona görə bizim arzumuz odur ki, bütün insanlar elə xoşluqla başa düşsün.
Allah göstərməsin o çətinlik və bəlanı. O çətinlik və bəla olanda doğrudan da insan yəqinə çatır ki, Allahdan başqası mənim dadıma çata bilməz. Allahdan başqası mənə kömək eləyə bilməz. Ona görə Allah göstərməsin o həddə gəlib çatay. İmam Zeynalabdin ağanın Əbu Həmzə Sumali duasının birinci cümləsi belədir. İlahi, la tuəddibni bi'uqubətik. Deyir, ey mənim Rəbbim, məni verdiyin cəzalarla ədəbləndirmə. Duaya bax, münacata bax. İlahi, məni cəzalarla ədəbləndirmə, tərbiyələndirmə. Cəza ilə tərbiyələndirmə də ilahi var, bəli. Bəzən bir xəstəliyin özü nədənsə oyanmaqdan ötürüdür, nədənsə ayılmaqdan ötürüdür. Bəzən bir maddi çətinliyin özü Allah səni oyatmaq, məni oyatmaq istəyir. Ona görə o çətinliyi verir. İstər maddi, bəzən mənəvi, bəzən xəstəlik, bəzən. İndi bu fərd kimi də belədir, cəmiyyət kimi də belədir, bir millət kimi, ümmət kimi də belədir. Ona görə baş verən bəlalar insanın ayılmağından ötürüdür, oyanmağından ötürüdür. Amma olmasın bəla, sən özün bunu yəqinən bilginən ki, Allahdan başqası sənə heç bir kömək eləyə bilməz. İndi bir deyək ki, axı insanlar kömək eləyirdim, bəli, Allahın izni ilə eləyirlər. Allahın izni ilə eləyirlər. Vasitəsi, Allahın izni ilə vasitəsi var, kimsə kimə yardım edir, kimsə kimə dayaq olur, mənəvi təsəlli olur. Bunu ondan bilmə, o şəxsdən bilmə, Allahdan bil. Bir dəfə İmam Musa Kazım əleyhissalam əyləşmişdi, bir balaca süfrə sərmişdi, süfrədə ancaq üzüm vardı. Bir dilənçi yaxınlaşdı İmam Musa Kazım əleyhissalama, salam verdi, ağa dedi, əleyhissalam. Dedi, Peyğəmbər balası, mən acam. Ağa götürdü, süfrədəki üzümü verdi ona. Aldı, dedi, ilahi, şükür olsun sənə ki, mənim üçün azuqa yetirdin. Ağa əlini atdı cibinə, dirhəmdən, dinardan nə vardısa verdi ona. Dedi, şükür sənə, ilahi, həmd olsun sənə, mənə dünya malından da, dirhəm, dinardan da yetirdin. Ağa çıxartdı, əbasını verdi ona. Dedi, şükür olsun Allaha ki, mənə libas da yetirdi, sən də çox sağ ol deyəndə, ağa dayandı. Dedi, daha verməyəcəksən, dedi, yox. Dedi, nəyə görə? Dedi, çünki sən əvvəl neymətlərdə Allaha dua elədin. Allah buyurub ki, hər kəs mənə şükür eləsə artıraram. Mən o ayəyə əməl elədim. Amma elə ki, mənə təşəkkür elədin, daha qutardı, dayandı. Deməli, birinci addım ixlaslı olmaq üçün budur. İnsanların əllərində olandan gözünü çəkmək. Çək gözünü. Allah, o danışmışıq sizə, ustadımız da o vaxt çox danışardı bunu. Allah hifz eləsin, cavan balası rəhmət eləsin. Hatəmi Tayidən çox danışıb sizə, eşitmişsiniz bunu. Hatəmi Tayi səxavətdə elə bir iş görüb ki, indi də ərəblər onu misal çəkir. Bir nəfər səxavətdə olanda diləsən, lap Hatəmi kesmisən ha. Elə bir dənə iş görüb. Səxavətdə olub da yəni. Günlərin birində yenə bir nəfər gəlib, Hatəmin xidmətçisi dedi ki, Hatəm ibadətdədir. İndi öz dinində o da ibadəti var idi. Çünki Hatəm İslamdan qabaq olub. Hatəmin oğlu Udey İbni Hatəm Peyğəmbərə iman gətirdi. İslamın dövrünə düşdü. Dedi ki, Hatəm öz dinində ibadətdədir. Bu da diyor, yox, mənim ehtiyacım var, mən hökmən görməliyəm, mən... Nəysə də baxmadı xidmətçinin sözünə, daxil oldu içəri, gördü ki, Hatəm əllərini qaldırıb, deyir ki, indi nəyə inanırsa da, deyir, ey mənim məbudum, yetir günə. Özün görürsən ki, cəmaatı öyrəşdirmişəm. Özün görürsən ki, cəmaat mənə müraciət edir, məni olan yanında xəcalətli qoyma, bu gələn bunu eşidən kimi qayıtdı geri. Xidmətçi indi tutub bundan ki, nə oldu, hələ demədin, dərdi verib, öldürürdün məni, filan. Dedim, mən istədiyimi aldım. Mən niyə Hatəmin qapısına gəlmişəm? Mən Hatəm gedən qapıya gedim. Mən Hatəmin qapısına neyim? Mən səhv eləmişəm. Mən ünvanı səhv salmışam. Mən o qapıya getməliyəm ki, Hatəm də o qapıya gedib. Ona görə insanlardan gözünüzü çəkin, əzizlərim, xüsusilə cavanlar. Filan kəs mənə yardım eləsin, filan kəs də elə sənin kimi bir atanın oğludur, bir ananın oğludur. Onun da iki əli var, sənin də iki ayağın var. Onun da iki ayağı var, iki əli var. Onun da bir başı var, onun da bir ürəyi var, sənin də bir ürəyin var.
Öz ayaqlarının üstə durmağı öyrən, Allaha söykənməyi öyrən, Allaha təvəkkül öyrən. Onda Allah sənə bərəkət verər, xeyir verər, yollar açar sənin üçün. Söz yox, mən demirəm ki, kömək olunmasın. Kömək olunmalıdır, amma sən ağız açma. Sən ağız açma. Kömək eləyən özü kömək eləyirsə, yol göstərirsə, əla. Amma sən ağız açma. Bu birinci yolu. İkinci yolu, əzizlərim, ağa buyurdu ki, ixlasın ikinci yolu, əl-ixlas səmərətul yəqin. Yəqinin səmərəsidir, meyvəsidir ixlas. Deməli, ixlaslı olmaq, yəqin əhli olmağına dəlalət eləyir. İxlasın yoxdursa, deməli, yəqinin yoxdur. Yəqin dərsi də ən yaxşı bizə öyrədiblər Kərbəlada. Özdə kim öyrədib? Kim öyrədib? Vəhəbin həyat yoldaşı. Vəhəbin həyat yoldaşı. O cavan bacımız deyim, qızımız deyim, gəlinimiz deyim. Bizə bir dənə dərs öyrədib Kərbəla meydanında. Qoy biraz sizin danışım Vəhəbdən. Onlar xristiyan tayfasındandır, xristiyan qəbiləsindəndir. Ərəbdirlər, amma xristiyan ərəblərdir. İmam Hüseyin əleyhissalamın karvanı gəldi, onların qəbiləsinin qabağından keçəndə bir hadisə baş verdi. Bunlar, qoy danışım, eybi yoxdur. İmam Hüseyin karvanla gəlir də İraq səmtinə, gördü ki, bir qəbilə var. Bu qəbilənin elə xeymələrindən, insanlarından bilinir ki, bunlar çox yoxsul haldadırlar, çatışmamazlıqları var, bunların problemi var. İmam Hüseyin əleyhissalam yaxınlaşdı, gördü bir xanım çıxdı. Bu xanım həmən Ummu Vəhəbdir, Vəhəbin anası. Qəmər xanım olub onun adı tarixdə, Qəmər. Bu Qəmər xanım çıxdı İmam Hüseynin qabağına. Ağa dedi ki, qəbiləvizin kişiləri hardadır? Dedi, onlar su üçün gediblər. Dedi, bəs bu yoxsulluq görürəm belə. Dedi, elə səbəb susuz olmağımızdır. Susuzluq bizi əldən salıb. Ona görə kişilər gedib. İmam Hüseyin əleyhissalam onların xeymələrinin qabağında elə köməkləşdi, o yar-ı ənsarı ilə bir quyu qazdılar. Bunlara verdilər və yoluna davam elədi. İndi biraz keçdi, bu kişilər qayıtdılar, su üçün gəzən kişilər. Gördülər, bu qəbilə uzaqdan bir sevinir. Toy bayramdır qəbilədə. Yaxınlaşdılar, gəldilər, sevinirlər, quyu, su. Necə baş verdi? Deyib, belə bir karvan gedirdi, indi xanım danışır, karvan gedirdi. Vəhəb dedi ki, anacan, onun adını soruşdum, dedi, soruşdum. Dedi ki, mən Hüseyin ibn Əliyəm. Hansı səmtə gedirdi? O, Allah Quranda deyir, bir insanı Allah hidayət eləsə, hidayət etmək istəsə, onun ürəyin köksün genişləndirər. Doğrudan da belədir. O Vəhəb Hüseyin ibn Əlini eşidən kimi ürəyi onun məhəbbəti ilə doldu. Mən bir kitabda oxumuşam, o Yusuf Züleyxa dastanını hamımız bilirsiniz. Quran da bizə nəql eləyib. Olanlar oldu, Yusuf Züleyxa ilə ailə həyatı qurandan sonra oturmuşlar bir dəfə. Züleyxa dedi ki, niyə? Nə üçün? Bu qədər məsələ nə üçün idi? Məni zindana saldırdın, işgəncələr verdirdin, özünü həlak elədin, nə üçün? Dedi, ey Allahın Peyğəmbəri, özümdən asılı deyirdi. O səni görən gündən Allah bir məhəbbət salmışdı qəlbimə, bu ixtiyarım yox idi. Məni bağışla. Yusuf əleyhissalam dedi ki, birdən sən sonuncunu görsən nə olar? Dedi, sonuncu yəni kim? Yusuf əleyhissalam dedi ki, Məhəmməd ibn Abdullah. O kitablarda yazırlar, ha, Züleyxa ibadətə Yusufla ailə qurandan sonra ancaq ibadətlə məşğul oldu, daha Yusufə meyli olmadı. Bax, onun səbəbi budur ya. Züleyxa dedi ki, and olsun Allaha, sən onun adın çəkəndə artıq onun məhəbbəti, sənin məhəbbətini üstələdi. Var belə bir şey, həqiqətdir bu. Bəzən bir insanı heç görməmişsən, amma onun adı, məgər biz İmam Hüseyni görmüşük. Elə biz də adla aşıq olanlardan öydü.
Biz Həzrəti Abbas görmüşük. Biz də elə adla aşıq olmuşuq da. Deyiblər, Abbas ürəyimiz dolub məhəbbəti. Biz Əli Əkbər görmüşük, biz Əli Əsqər görmüşük. Amma adla məhəbbəti dolub ürəyimizə və nə gözəl də dolub, nə yaxşı da dolub. Onlardan bizə danışan atalarımızı, analarımızı Allah rəhmət eləsin. Ata-babalarımızı Allah rəhmət eləsin. Nə gözəl də dolub. Bu həqiqətdir, əzizlərim. Allah bəzən məhəbbəti adla belə salar ürəyə. Vəhəb ki, eşitdi Hüseyin ibn Əli, dedi, anacan, getdiyi səmti soruşdun, dedi, bəli, İraq səmtinə. Dedi, ana, mənə halal elə, mən ona qoşulmağa gedirəm. Vəhəb, Qəmər xanım dedi, madam ki, gedirsən, onda mən də qoşularam sizə. Vəhəb isə 7 gündür ailə qurmuşdu. Bu hadisə baş verəndə 7 gündür ailə qurmuşdu. Həyat yoldaşı dedi, o cavan gəlin dedi, mən də qoşuluram sizə. Bunlar 3 nəfər gəldilər, ana, gəlin, oğul. Gəldilər İmam Hüseynin karvanına çatdılar, Kərbalaya çatdılar. İndi bax, İmam Hüseynin qabağında İslamı qəbul eləyən, iman gətirən neçə gündür ki? Neçə gündür ki? 3 gün bunların yolu çəkib qoşulandan sonra da Kərbala, 10 gündə Kərbalada, 13-14 gündür bu müsəlmandılar. İndi gör Vəhəbin o həyat yoldaşı xanım, gör bizə necə birdən yəqindən dərs verir. Vəhəb meydana gedəndə anası dedi, get oğul. Amma bu gəlin dedi ki, mənim bir şərtim var, o şərtdən sonra get. Mən bir məqtəldə gördüm ki, bunu deyəndə anası biraz qəzəblə baxdı gəlinə. Ki, yəni, mən oğluma şərt qoymuram, sən niyə şərt qoyursan? Amma Vəhəb dedi ki, ana, qoy desin şərtin. Dedi, yox, şərtimi belə deməyəcəm, gedək İmam Hüseynin yanında deyəcəm. Gəldilər 2 nəfər belə həya ilə, xəcalətlə İmam Hüseynin qabağında Vəhəb dayandı, dedi, ağam, bunun sənə sözü var. İmam Hüseyin dedi, qızım buyur, eşidirəm. Dedi, ağa, ey bizim imamımız, mövlamız, indi Vəhəb gedir meydana. Mənim həyatda Vəhəbdən başqa heç kəsim yoxdur. Sən xanım Zeynəbə de, tapşır indidən. Vəhəbə bir şey olsa, məni özündən ayırmasın. İmam Hüseyin dedi, qızım, belə də olacaq. Zeynəb səni öz balalarından ayırmaz. Dedi, ağa, sonuncu sözüm. Vəhəb sənin qabağında söz versin. O ki, meydana gedib şəhid olacaq. Şəhidə ki, Allah cənnət verir və o cənnət neymətlərindən biri də huridir. Sənin qabağında söz versin ki, o cənnət hurilərin görəndə məni yaddan çıxartmayacaq. Bu nə yəqindir, əzizlərim, bu nə yəqindir? Vəhəb şəhid olacaq, bu bir yəqin. Cənnət neymətləri, bu bir yəqin. Vəhəb, sizlə işim yoxdur, Allah şahiddir bu sözümə. Bundan sonraki cümlə özümə aiddir. Mən hər dəfə bunu oxuyanda və yaxud danışanda elə xəcalət çəkirəm. 1400 ildir atamız, babamız, əcdadımız, 1400 ildir biz müsəlmanıyıq. Biz Məhəmməd və Ali Məhəmmədə iman gətirmiş. Amma yenə də bir dənə balaca əməl belə, haram əməli belə tərk eləyə bilmirik. Bir qeybəti hələ tərk eləyə bilmirik, bir yalanı hələ tərk eləyə bilməmiş. 1400 ildir bizim damarlarımızda La ilahə illallah, Muhammed Rasulullah qanı axır. Adam burada doğrudan utanır. Və sonuncu yəqinə yetişməyin yolu ibadətdə davamiyyətdir. Yenə Həzrət Əlinin sözüdür, buyurdu ki, Əl-İxlas səmərətül ibadə. İbadətin səmərəsidir, meyvəsidir. İxlas. İbadəti davamlı yerinə yetirmək. Xüsusilə də bəzi müstəhəb əməllər bacardıqca gərək yerinə yetirəsən. Nafilə namazlarından, bəzi dualar, bəzi münacatlar. Və sonuncu ixlasa yetişməyin yolu isə Allaha təslimdir.
Yine Hazreti Aleyhisselam buyurur, İ'lem enne evveleddin et-teslim ve ahirahu el-ihlas. Hazreti Aleyhisselam buyurdu ki, bilin ve agah olun, dinin evveli Allah'a teslim olmaqdır. Ahırı isə ixlasa yetişməkdir. Deməli, əvvəli Allah'a təslim olmaqdan, nə deməkdir Allah'a təslim olmaq? Allah'a təslim olmaq, yəni, ləbbeyk. Namaz qıl, ləbbeyk. Oruç tut, ləbbeyk. Bu işi eləmə, ləbbeyk. Haram eləmə, ləbbeyk. Yalan danışma, ləbbeyk. Budur, təslim budur. Təslim o demək deyir. Bəziləri ki, təslimsən, müsəlmanları istəyirsiniz ki, ağlımız... Yox, xeyr, elə bir şey yoxdur. İslam qədər ağla, elmə, biliyə, düşüncəyə, təfəkkürə, qiymət verən, dəyər verən ikinci bir məktəb yoxdur. Amma ağıl və düşüncə o həddə qədərdir ki, Qur'an ayəsinə gəldin, yetişdin. Peyğəmbər və ali Peyğəmbərin kəlamına yetişdin, bəli, orada icra eləmək daha gözəldir. Niyə? Çünki o məsumdur. Çünki o Allahdandır. Mən ağıl ən böyük neymətdir. Amma insan ağlı ilə səhv eləyə bilir. Olur, olmur. Niyə olmur ki? Bu qədər səhvləri eləyən bu ağıllı insanlar deyil. Ağıl nə qədər də böyük neymət olmasına baxmayaraq, insan düşünüb, sonda yenə də səhv qərar verə bilir. Amma Qur'an isə məsumdur. La yətihil batilu min beynə yədəyh və la min xəlfi. Allah Qur'anda deyir ki, Qur'an elə bir kitabdır ki, batil heç vəcəhlə, heç yolla ona yol tapa bilməz. Heç zaman yol tapa bilməz ona. Yəni, başdan ayağa haqdır, həqiqətdir. Başdan ayağa doğrudur. Ona görə Peyğəmbər salavatullah əleyh və ali məsumdur. İmamlarımız məsumdur. Ona görə hansı irəlidir, əzizlərim? İndi gəl, elə buna ağılla cavab verək. Səhv etmə ehtimalı olan güclüdür, qüdrətlidir, yoxsa məsum olan, heç vaxt səhv eləməyən, hansı biri? Ağıl nə deyir burada? Elə ağıl bizə deyir ki, əgər bir şeydə səhv eləmə ehtimalı varsa, məsum ondan daha qabaqdır, məsum ondan daha öndədir. İndi Allahın köməyi ilə ümidvaram ki, İmam Hüseyin əleyhissalamın bu məclislərinin bərəkətindən bu yolları çalışacaq ki, inşallah tətbiq eləyək, üzərində işləyək, çalışaq. Elə bir dəfə eşitməklə bu hasil olmur ki. Mən bir əxlaq ustadı vardı, ondan söhbət eləyirdim, daha doğrusu ona qulaq asırdım. O dedi ki, bir sifət var idi, əxlaqi sifətlərdən biri. Məsələn, var da, ədalət bir sifətdir, səxavət bir sifətdir, şücaət bir sifətdir. Bunlar amma insanda olan o gözəl sifətlərdir, əxlaqi sifətlər. Dedi, bir sifət var idi, əxlaqi sifət, ona mən yetişməkdən ötürü düz 30 il çalışdım, 30 il. Biz bəzən elə bilirik ki, elə bir dəvə eşitməklə var, mən də olacam Əbu Zərül Qəffari. Yox, belə deyir əzizlərim. Çalışmaq lazımdır, davam eləmək lazımdır. Yaxşı, yolları təkrarlayaq. Ağamız, Mövlamız, Əmirül Müminin, Seyyidül Vəsiyin neçə yol dedi bizə? Birincisi dedi ki, ixlasa yetişməkdən ötürü gərək insanların əllərindən gözünü çəkəsən. Bir. İkincisi, ağa buyurdu ki, Allaha təslim olmaq, yəni Allahın buyurduqlarına, şəriət hökmlərinə möhtərəm yanaşmaq, ehtiramla yanaşmaq, hörmətlə yanaşmaq. Üçüncüsü, ibadəti davamlı eləmək, xüsusilə də müstəhəb ibadətləri, dua və münacatları. Dördüncüsü isə yəqinə çatmaq, yəqinə yetişmək yolu ilə. Allahın və izzətinə, cəlalına Allah bizi bu dediklərimizdə müvəffəq eləsin inşallah. Allah bunlara əməl eləməyi bizə nəsib eləsin. İndi Səbə surəsinin 46-cı ayəsinə baxanda görürük ki, orada təkcə Allahın bizdən istədiyi, yəni Peyğəmbərin dediyi ki, yalnız və yalnız, ya Rasulallah, yalnız və yalnız sizə bir mucizə eləyəcəm, Allaha xatir əməl etməyə hazır olun. Tək bunu demədi axı, dedi ya 2-2, ya 2-2 və 1-1. Bu nə deməkdir? 2-2 və 1-1. Bu nə deməkdir? Özdə xüsusilə də
hər hansı bir dildə düzgün cümlə quruluşu qrammatik cəhətdən. Məsələn, deyirsən ki, ey cəmaət, hazır olun, əvvəl bir deyərsən, sonra deyərsən iki. Yəni, qayda bunu tələb edir. Demərsən, məsələn, ey cəmaət, hazır olun, iki və bir. Bu iki bu hazırdırsa, bir də nə mənası var? Ona görə əvvəl deyərsən ki, bir və iki hazır olun. Əvvəl söz, amma bu ayədə biz onun əksini görürük. Görürük, əvvəl deyir ki, Allaha xatir əməl eləməyə iki, sonra deyir və bir hazır olun. Nədir bu təqdim təxirin mənası? İki-ikinin qabağa keçməsinin mənası nədir? Var mənası? Sözsüz var. Sözsüz var. Çünki Allah kəlamıdır bu kitab. Bunun hər hərfinin, biri İmam Sadiqdən soruşdu ki, Peyğəmbər balası, namaz üstündür, yoxsa zəkat? Gör nə dedi? Dedi, Quranda necə gəlib elə? Quranda necə gəlib? Quranda indiyə qədər heç görmüşsünüz ki, Allah Teala desin ki, iman gətirənlər o kəslərdir ki, zəkat verərlər və namaz qılarlar, görmüşsünüz. Həmişə deyir ki, namaz qılarlar və zəkat verərlər. Deməli, namazı zəkatdan qabağa salır. Və yaxud əqimus salat və atu zəkat. Namaz qılın və zəkat verin. Heç yoxdur Quranda, zəkat verin və namaz qılın. Təkcə bir dənə Ə'la surəsində zəkat sözü namazdan qabaq gəlir. Bir dənə Ə'la surəsində. Və zəkərə ismə rabbihi fəsalla. Qəd əfləhə mən təzəkka, qəd əfləhə mən zəkkaha, qəd əfləhə mən təzəkka, fəzəkərə ismə rabbihi fəsalla. Zəkat verənlər nicat tapıblar, Allahı zikr edib namaz qılıblar. Orada zəkat qabağa keçir. İmamlarımız bir sən nə deyiblər? Deyir, burada da ona görə qabağa keçib ki, burada namazdan məqsəd bayram namazıdır, zəkatdan məqsəd fitrə zəkatıdır. İslam şəriətində əvvəl fitrə zəkatını verməlisən, sonra bayram namazı qılmalısan. Belə deyir, əzizlərim. Gör, Quran nə qədər gözəldir. Bir dəfə zəkatı verib namazdan qabağa, onun da mənası var ki, niyə verib? Ona görə Səbə surəsi 46-cı ayədə də hökmən bunun mənası var. Allaha xatir əməl eləməyə ixlasla hazır olun, iki və bir. Amma yenə deyirəm, cümlə quruluşu hər bir dildə əvvəl bir olmalıydı, sonra iki. Niyə? Bu nədir mənası? Mənası budur, əzizlərim. Mənası budur ki, Allah bizdən bir olmaq tələb eləyir. Bir heç vaxtı bizə. Əgər olmasa, sonra bir. Nə deməkdir? Buradan bir dənə yeni bəhs açılır, bunun davamını inşallah biraz deyəcəm, amma davamını inşallah sabah gecəm. İslam dini ictimai dindir, əzizlərim, bizdə fərdi hökm yoxdur. Bizim fərdi hökm, mən özüm əvvəllər danışanda, lap əvvəllər, cavanlığımda, belə deyim, qocalardan, ağsaqqallarımdan üzr istəyirəm. Mən cavanlıqda danışanda deyirdim ki, İslam hökmləri iki yerə bölünür. Fərdi hökmlər var, ictimai hökmlər. Amma indi isə deyirəm ki, xeyr. İslam dini ictimai dindir. Bütün hökmlər ictimai hökmdür. Fərdi hökm yoxdur. Bir deyir, axı, mən evimdə namaz qılıram, bunun harası ictimai oldu? Bu mənim üçündür da. Deyirəm, bəli, o sənin üçündür. Amma sən dəstəmaz alanda şəriət ki, sənə deyirdi ki, halal su ilə almalısan, mubah su ilə almalısan, qəsbi su ilə ala bilmərsən, başqasının haqqı olan su ilə ala bilmərsən, bu nə deməkdir? Burada da başqasının suyu ilə. Şəriətimiz deyir ki, köynək sənindir. Köynəyin düyməsi də sənindir, amma bu düyməni tikən sahab başqasınındır. Qəsb eləmirsən, halallıq almamısan, zorla almısan, oğramısan və s. Halallıq verməyib, bu sapın yəsi. Namazın batildir, əzizlərim. Köynək də mənim, düymə də mənim, sapdır da, bəli. Olmaz. Bu ictimai döyür, sənə onu verirəm. Bu bizə nəyi öyrədir bu şəriət hökmləri? Bu başqasının haqqına ehtiramı öyrədir, malına hörməti öyrənir, başqasının mülkiyyət hüququnu öyrədir. Ki, mülkiyyət hüququ möhtərəmdir, gərək ehtiram eləyəsən, hörmət eləyəsən. Bunu bizə öyrədir. Ona görə hardadır bizdəki? Hardadır bizdə fərdi hökm? Fərdi hökm var. İslamda bütün məsələlər bu cürdür. Hara baxsın görəcəksən ki, orada ictimai var. Orada başqaların haqqını nəzərə almaq var.
Quran oxumaqdan belə gözəl iş yoxdur. Quran oxuyanda, əgər sənin Quran oxumağından kimsə əziyyət görərsə, orada deyir, şəriət deyir ki, Quran orada uca səslə oxuma. Astadan oxu. Budur bizim şəriətimiz, budur bizim dinimiz, əzizlərim. Biz bu şəriətə əməl eləsək, kim zərər görər? Kim zərər görər? Nə insanların malı zərər görər, nə insanların canı zərər görər, nə insanların ehtiramı zərər görər. O da vacibdir ya. Bəziləri var ki, deyir ki, mən heç kəsin malı yeməmişəm. Bəli, heç kəsin malı yeməmişsən, amma çox insanların hörmətinə xələl gətirmişsən. Ehtiramını sındırmışsan. O da vacibdir də, o görə vacibdir. Necə başqasının malına görə hörmətlə yanaşasan, başqasının canına hörmətlə yanaşasan, başqasının namusuna hörmətlə yanaşasan, başqasının ehtiramına da görə hörmətlə yanaşasan. Bəli. Həzrət Əli əleyhissalamın Əmr ibn Əbdavudla rəftarını çox danışmışam, amma gözəl olduğuna görə elə danışacağım. İndi də deyəcəm və sonra da deyəcəm. Niyə də deməyim ki? Bəziləri pis şey yayırlar, mən gözəlliyi niyə yaymayayım ki? Siz də belə olun. Cavanlar belə olun. Siz də gözəl söhbət, söz harada eşitdiniz, yayın, danışın. Amma pis sözü yaymayın, eybi yaymayın. Gözəli yayın. Əmr ibn Əbdavuda qalib gəldi Həzrət Əli Xəndək döyüşündə, hamımız bilirsiniz. Əmr ibn Əbdavud da necə cəngavər idi. 1000 pəhləvana bərabər, belə yazır tarix barəsində. O döyüşə gələndə özdə adi paltarda gəlməz ki, təkəbbürlü ərəb. Geyinib ən bahalı zireh, geyinib ən bahalı başına qoyub döyüş papağın, qılıncı bahalı, nə bilim, qalxanı belə. Ki, özdə mühümdür, Xəndək döyüşündə gərək göstərim özümü, bütün ərəb qəbilələri burada işdir. Çünki elə o döyüşün adı Xəndək döyüşü, həm də Əhzab döyüşüdür. Əhzab, yəni hizblər. Niyə o döyüşü elə adlandırıblar? Hizblər. Hizblər, yəni dəstələr. Niyə elə adlandırıblar? Çünki orada yeganə döyüş idi ki, bütün ərəb qəbilələrin Əbu Süfyan toplamışdı İslama qarşı. Bütün ərəb qəbilələrin. Hətta Yəhudilər də qoşmuşdu özünə. Halbuki oraya qədər hələ İslamın, Yəhudilərin bindən bir problemi yox idi. Onlar da qoşmuşdu özünə, Əbu Süfyan gəlmişdi. Ona görə deyirlər Əhzab, dəstələr döyüşü. Əhzab surəsi də Quranda ondan bəhs elədiyinə görədir, Xəndək döyüşünə. Yaxşı. Həzrət Əli qalib gəldi Əmr ibn Əbdavuda, ondan da döyüş qutardı, qaçdılar. İndi Həzrət Əliyə dedilər ki, Əli, bu döyüşdə səndən başqa heç iştirak eləyə bilməyib. Qənimət də cəmi bir dənədir, o da Əmr ibn Əbdavudun zirehi, qalxanı, qılıncı və budur. Qənimət budur. Biz heç yerə getməmişik ki, oradan qənimət toplayaq. Bu sənə məxsusdur, Əli, qənimət sənindir. Həzrət Əli dedi ki, qılıncla qalxan kimin ehtiyacı var götürsün, amma zirehin əynindən soyundurmayın. Dedilər, niyə? Dedi, çünki öz qəbiləsində bu hörmətli kişidir. Zirehin əynindən çıxarsız, hörmətinə xələl gələr. Bacısına xəbər çatdı Əmr ibn Əbdavudun. Dedilər, qardaşın ölüb. Əmr ibn Əbdavud, dedilər, təəccüb elirdi. Qarşısına çıxan yox idi cəngavər. Eşitdi, gəldi. Baxdı qardaşının cəsədinə, bilsən nə dedi? Bunu tarix təbəri yazır tarixində. Dedi, qardaş, bilmirəm səni kim öldürüb, amma səni öldürən çox ləyaqətli kişidir. Çox layiqli kişidir. Onun əlində ölmüsən, sən ağlamayacaq. Dedilər, hardan bildin ləyaqətli kişi öldürüb onu? Dedi, çünki döyüş meydanında ölüb, amma zərrə qədər hörmətinə xələl gəlməyib. Elə zirehi də əynində qalıb. İndi baxın, əzizlərim, bu imamın düşməni ilə bu cür rəftar eləyən imamın balası ilə necə rəftar eləyirlər? O isə gəlib 6 aylıq körpəsini alıb qucağına, gəlib Ömər ibn Sədin ordusunun qabağına. Bu gecə inşallah o Bab-əl-Həvaic, hacətlər qapısı olan Əli Əsxərin qapısına gedəcək inşallah. Hər kəsin hacəti var, nəzərə alsın. Vallah, mən sizə bunu deyirəm, özdə Allaha and içib deyirəm. İmam Sadiq əleyhissalam buyurdu ki, hər kəs Allahı 3 dəfə and versə, desə ilahi, bidəmil məzlum, bidəmil məzlum, bidəmil məzlum, nə hacəti istəsə Allah verər.
Dedilər, o məzlum qan hansıdır ki, deyir, ilahi, məzlum qana and veririk səni, məzlum. Dedim, məzlum qan o 6 aylıq körpə Əli Əsxərin qanıdır. Bu bütün imamlarımızın o ürək yanğısı ilə qarşılayıblar. Ha? Məsələn, İmam Baqir əleyhissalamdan yazırlar, deyir ki, İmam Baqir əleyhissalam nə vaxt bir dənə Bəni Əsəd qəbiləsindən birini görərdi, Hərməlaxı Bəni Əsəd qəbiləsindən olub. Haçan bir görərdi Bəni Əsəd qəbiləsindən, ona belə deyərdi. Deyərdi, siz Bəni Əsəd bizim qəlbimizi yandırmışsınız, ürəyimizi yandırmışsınız. Bəni Əsəddən yaxşı kişilər də olub, yaxşı kişilər də olub. O yaxşılar bəzilər deyərdi ki, İmam Baqirə ki, ağa biz nə eləmişik sənə? Deyirdi, səni demirəm, Hərmələni deyirəm, Hərmələni. O bizim ürəyimizi yandırıb. Kümmeyt İbn Zeyd adında böyük bir dənə şair var, böyük. Kufədəndir. 60-cı il Hicri ilində dünyaya gəlib. Yəni miladla 680-da dünyaya gəlib, 724-də dünyasını dəyişib. Kümmeyt İbn Zeyd şəhid olub. Zeydin inqilabında, Zeydin qiyamında Zeydə kömək eləyirdi, şeirlər yazırdı. Elə bir şairdir ki, Fərəzdək kimi böyük şair Kümmeyt İbn Zeydə deyib ki, sən bundan qabaq və bundan sonra gələn bütün şairlərdən üstünüsən. Onun ən məşhur qəsidəsi Haşimiyyat qəsidəsidir. Peyğəmbər nəslinin, Bəni Haşimin, imamların nəslinə tərif, seyyidlərə tərif verib. Haşimiyyat qəsidəsi məşhurdur. Bunları niyə deyirəm sizə? Bunları ona görə deyirəm ki, o bəziləri ki deyir, bu Əhl-i Beyt davamçıları, bu nə bilim Yezdə-Girdin qızını aldı, İran şahının qızını aldı İmam Hüseyin, ondan oğlu oldu Zeynalabdin, bu şahın nəvəsi olduğuna görə biz İmam Hüseynə matəm, təəssüflər olsun ki, indiki zamanda, indiki dövrdə bunu deyən ağıl sahibləri var. Mən bunlar ağıl sahibi demək olar, yoxsa yox. Gecə-gündüz danışırlar, bəlkə də 2 də institut oxuyublar. Heyf onların oxuduqlarından, heyf o ömrə, təəssüf olsun o ömrə. Ona görə mən bunu deyirəm ki, Kümmeyt İbn Zeyd ərəb oğlu ərəbdir. Kufədə dünyaya gəlib, xalis ərəbdir. Onun Haşimiyyat qəsidəsini biz neynəyək? Öz adı nə vaxt dünyaya gəlib? Hicrətin 60, miladın 680. Yəni elə Kərbəla hadisəsi 61-də olub da. Yəni 1 yaşı olub Kərbəla hadisəsi olanda. O dövrdə kim ona gəlib demişdi Peyğəmbər və Ali Peyğəmbərin məhəbbəti? Ona da Yezdəgird öyrətmişdi. Deməli, əzəldən Peyğəmbər və Ali Peyğəmbərin məhəbbəti dünya müsəlmanlarının qəlbində var, ürəyində var. Kümmeyti bir dəfə gəldi İmam Sadiqin yanına. İmam Sadiq isə məhrəmli idi, özdə, məhrəmli günləri idi. İmam Sadiq əleyhissalam Kümmeytə dedi ki, mənim üçün Cəddim Hüseynin matəmindən şeir oxu. Kümmeyt başladı oxumağa. O oxuyur, İmam Sadiq ağlayır. O oxuyur, İmam Sadiq ağlayır. Deyir, gəldi o Əli Əsxərin müsibətindən deyəndə, Kümmeyt şeirdə, Əli Əsxərin müsibətindən deyəndə, xanımlardan biri otaqdan çıxdı, balaca bir körpəni qoydu İmam Sadiqin qucağına, rəmzi mənadır. Deyir, orada İmam Sadiq şiddətlə, hönkürtü ilə ağladı. Bu, Əli Əsxərin müsibəti, 6 aylıq körpənin müsibəti və necə də ağır müsibət olmasın, bunu bir məqtəldə mən oxumuşam. Deyir, Muxtar, Allah rəhmət eləsin Muxtar, Allahın salamı olsun Muxtara. Muxtar qiyamında ki, Hərmələni tutdular, gətirdilər onun yanına. Dedi, Hərmələ bilirsən, səni ən ağır cəza ilə cəzalandıracağım. Amma bir sənə son sualım var sənə. Mənə de görüm, sən ki, qəlbi qəsavətlisən, mənə de görüm, heç olub ki, ürəyim kiməsə yansın, kiməsə rəhmin gəlsin. Hərmələ dedi ki, Muxtar, bilirəm aqibətim nə olacaq, ona görə mən də düzün deyəcəm sənə. Heç kəsə ürəyim yanmayıb mənim. Qəlbi qəsavətdə məşhuram mən. Mən İmam Hüseynin sinəsinə oxu mən vurdum Kərbəlada, Aşura günü, ürəyim yanmadı. Həzrəti Abbasın gözünə oxu da mən vurdum, onda da ürəyim yanmadı. Amma Muxtar, düzün desən bir yerdə mənim də ürəyim yanıb. Harada ürəyin yanıb? Dedi, 6 aylıq körpə ki, balaca əllərin atasının boynuna doladı. Orada mənim də qəlbim yandı. Mən bunu bilirsiniz də, hər il danışıram. Bu Əli Əsxərin bu müsibətinsə hər il danışıram.
Danışırdım, kitabda yazılıb danışıram. Əlimdə sənəd var, danışıram. Amma özümə elə sual verirdim. Deyirdim ki, axı bu 6 aylıq körpə, qundaq mənim qucağımda. O boynu qucaqlaya bilməz axı. O boynu necə? Atasını mənə bax, elə ağlayırsa eyb yox, mənə bax. O atasının boynunun bax qucağımda 6 aylıq körpə, hə? Necə qucaqlaya bilər? Mən özümə bu sual qalırdı, amma dedim yazılıb da kitab danışırdım. 2 ildir, mən neçə il bundan qabaq yaxınlarda bir başqa bir məqtələ baxanda gördüm, orada bunun cavabı var. Cavabı necədir? Deyir, İmam Hüseyin 6 aylıq körpəni və bax mənə 6 aylıq körpəni belə qucağına tutmuşdu, danışırdı da qövmdən ki, mənim günahım varsa, tutaq ki var. Bu palanın nə günahı var? Buna heç olmasa bir içim su verin, belə danışırdı. Gördü ki, bunlardan cavab gəlmədi. Bunlar heç hərəkətə keçmədilər. İmam Hüseyin daha onlardan nəyinə baxsın ki, onların da. Ona görə balasına belə baxanda o balanın susuz dodaqlarını gördü. Əyildi ki, Əli Əsqəri öpsün. Həmən anda vurdu hərmələ oxuy. Həmən anda. Əyilmişdi öpməyə. Onda bala qucaqladı. Nə ağır müsibətdir bu müsibət. Nə ürək yandıran müsibətdir bu müsibət. İndi İmam Hüseyin qayıdır xeymiyə. Allah heç kəsi xəcalət eləməz. Xüsusilə də atanı, ailə uşaq yanında çox ağırdır. İmam Hüseyin gəlir. Bax, neçə gündür uşaq susuzdur, hə? Susuzluqdan ağlayır. İmam Hüseyin də elə ağlaya-ağlaya götürüb körpəni gedib meydana, hə? Deyib ki, gedirəm balama su almağa. Yaxşı qulaq az. Aparıram balama su almağa aparıram. İndi İmam Hüseyin qayıdır, ağlamaq yoxdur, kəsilib. Nə güman eləyərsən, səni an verirəm Allaha, nə güman eləyərsən? Mən də olsam deyərəm, yəqin apardı, su veriblər balaya, ona görə sızdığı yatıb, ağlamağı dayanıb. Ona görə Səkinə gördü ki, Əli Əsqər İmam Hüseynin qucağında ağlamır, elə sevindi. Qaçdı xeyr. Qaçdı xeymədən, sevinə-sevinə. Ata, qardaşıma su aldın, elə deyə qaçır. İndi İmam Hüseynin bir dən halını al nəzərə və gətir, nə hala düşər? Nə cavab verim bu qız, bu uşağın bacısına nə deyim mən, qızıma nə deyim mən? Nə deyim mən ona? Allah bir daha bizə müharibə göstərməsin. Hər şəhid xəbəri gələndə, valla biz bu halda olurdu. Hər şəhid xəbəri gələndə, mən gedib necə anıya deyim, mən necə atıya deyim, mən necə bacıya deyim, qardaşın ölü, şəhid ol, necə deyim bunu? Düzdür, şəhidli iftixardır, əzizlərim. Onlar bizim də, vətənin, hər bayrağımızı ucaldıblar. Allah onlardan razı olsun, ilal əbəd ərəb demişlər, qiyamətə qədər. Amma, axı bu xəbəri vermək var da. Çətindir, valla çətindir. Nələr çəkdiyi Allah bir də göstərməsin. İmam Hüseyin heç söz deyə bilmədi, ancaq bunu dedi. Dedi, Səkinə qızım, əcəb su verdilər qardaşım. Əcəb sirab elədilər qardaşım. İndi kimə versin balanı? Rübaba versin. Necə mən anıya 6 aylıq körpə boğazında ox. Verə bilmədi, gətirdi, xanım Zeynəbə verdi. Müsibətlər anası. Xanım Zeynəbə verdi. Mən bir məktəldə nə görmüşəm, deyir, qadınlar dövrə düzüldülər, dövrə düzüldülər. Zeynəb birinci özü öpdü Əli Əsqər. Verdi Ummu Gülsümə. Ummu Gülsüm aldı, iylədi, öpdü, verdi Rübabə. Rübab öpdü balası. Verdilər Səkiniyə, belə qucaqda gəzdirdilər. İlahi şahid ol özün,
Mən ağlıram, balam gülür. İlahi şahid ol özün. Mən ağlıram, balam gülür. Yavaş yavaş yumur gözü. Ben ağlıram, balam gülür. Yavaş yavaş yumur gözü. Ben ağlıram, balam gülür. İlahi şahid ol özün. İlahi şahid ol özün. Ben ağlıram, balam gülür. Yavaş yavaş yumur gözün. Ben ağlıram, balam gülür. Yavaş yavaş yumur gözün. Ben ağlıram, balam gülür. Atıbdı her mələk oxun, kamanı saldı çininə. Əlində bənzədi bala, yaralı bir göyərçinə. Salar ölüncə bu yara, rübab-ı qəm kəməndinə. Anası öldürür özün. Ben ağlıram, balam gülür. Məndən denən bunu. İlahi şahid ol özün. Ben ağlıram, balam gülür. İlahi şahid ol özün. Ben ağlıram, balam. Yavaş yavaş yumur gözün. Ben ağlıram, bala. Səs ver mənə. Yavaş yavaş. Gülür. Mən oğlumu gətirmişəm, carimə fəda edəm. Gərək əzizimin qanı göyə səpəm, diva edəm. Mən oğlumu gətirmişəm, nigarimə fəda edəm. Gərək əzizimin qanın göyə səpəm, dua edəm. Ki ta tamamı aləmin bu eşqə aşina edəm. Deyəm bəlalərə dözün. Mən ağlıram, balam gülür. Mən ağlıram, balam gülür. İlahi şahid ol özün. İlahi şahid ol özün. Mən ağlıram, balam gülür. Yavaş yavaş yumur gözüm. Mən ağlıram, balam gülür. Yavaş yavaş. Bir daha de. Yavaş yavaş yumur gözün. Gülür. Yavaş yavaş yumur gözün. Nə su verimdi hər mələ, nə də tərəhhüm eylədi. Çəməndə bağiban ilə gülü təcəssüm eylədi. Eşitdi Fatimə səsin, balam təbəssüm eylədi. Behişdə döndərib üzün, mən ağlıram, balam gülür. Mən ağlıram, balam gülür. İlahi şahid ol özün. Mən ağlıram, balam gülür. De məndən, İlahi şahid ol özün. Yavaş yavaş yumur gözün. Yavaş yavaş yumur gözün. Qanla dolub bəslərin, əli laylayəli, yar əlidir həncərin, əli laylayəli.
علی لای لای علی لای لای علی لای لای علی همه علی لای لای علی لای لای علی لای لای علی علی سسوه قربان علی لای لای علی لای بیداده علی لای لای علی لای لای علی لای لای علی علی لای لای علی لای لای علی لای لای علی Üç gece ətşanıdır Əli lay Üç gece ətşanıdır Qəm ilə giryanıdır Teşnə pərişanıdır Parələnib ləblərin Əli Əli lay lay Əli lay lay Əli lay lay Əli Əli lay lay Əli lay Bir də de Əli lay lay Əli lay lay Aləmə səs salmısan O qabaqda ağsaqqallarla işimiz yoxdur. O qalan arxada olan bütün cavanlar əlinizi açın belə sinə vurun. Bu 5 dəqiqə, 10 dəqiqəni də 3 gecəmiz qalıb bundan sonra. Əlinizi al. Bizdə sinə vuran, sinə vurmayan yoxdur bu məclisdə. Hamımız sinə vurmağa, o qabaq idi. Sinə vuran gəlsin. İndi belə deyir. Hamımız sinə vurmaya gəlmişik. Elə mən də indi dururam ayağa. Əlinizi açın sinə vurun. Hamımız, hamımız. Aləmə səs salmısan Teşnədən saralmısan Əl ayaq açanmısan Bağlı qalıb əllərin Lay Əli Əli lay lay Əli lay lay Əli lay lay Əli Səsvə qurban Əli lay lay Əli lay lay Əli lay lay Əli Əli qalmayıbdı taqətin Solubdu mahtələtin Görüncə bu halətin Öləydi kaş madərin Lay Əli Əli lay lay Əli lay lay Əli lay lay Əli Bir də de Ey Əbəlfəz ələmdar Hüseyn Hüseyn sənə qurban ola zəvvar Hüseyn Ey Əbəlfəz ələmdar Hüseyn Sənə qurban ola De məndən Ey Əbəlfəz ələmdar Hüseyn Sənə qurban ola zəvvar Hüseyn Aç qolları bir Saxlamışdın başın üstündə ələm Sənə xatir cəm idi əhli hərəm Nə qədər sağ idi ney mehriyumən Qoymadın xar ola Gülzar Hüseyn Qoymadın xar ola Gülzar Hüseyn Ey Əbəlfəz Sənə qurban ola Ey Əbəlfəz ələmdar Hüseyn Sənə qurban Ey Əbəlfəz ələmdar Hüseyn Hüseyn saxlamışdın başın üstündə ələm Sənə xatir cəm idi əhli hərəm Nə qədər sağ idi ney mehriyumən Qoymadın xar ola Gülzar Hüseyn Qoymadın xar ola Gülzar Hüseyn Ey Əbəlfəz ələm Bəhbə sənə qurban ola
Rahi eşkində qolun oldu qələm, hüsnü vəsfin elədi şərh-i rəqəm. Sən olubsan bilirəm mehrü mən, munşeyi dəftəri tumar Hüseyn, munşeyi dəftəri tumar Hüseyn. Ey Əbəlfəz ələmdar Hüseyn, sənə qurban ola zəvvar Hüseyn. Bir də de, ey Əbəlfəz ələmdar Hüseyn, ey Əbəlfəz ələmdar Hüseyn, یا امام زمان شیعه احساس باخ، یا امام زمان شیعه احساس باخ. Cilve-i perçeme Hazreti Abbas bax. Oldu qollar qələm, ta ucalsın ələm. Ya Əbəlfəz, ya Əbəlfəz. Ucadan, ya Əbəlfəz, ya Əbəlfəz. پسر فاطمه ای hamının sərvəri, پسر فاطمه ey hamının sərvəri. Şimdi senden sonra eşkimizin daveri, sinəzənlər salar yada uzun qolları. Oldu qurban edin gülü ümmül bənin, ya Əbəlfəz, ya Əbəlfəz. Fəz bilir aləmlərə padişahı müntəzər, bilir aləmlərə padişahı müntəzər. Harda Abbas adı olsa ürəklər əsər, harda Abbas adı olsa ürəklər əsər. Nə olacam məsən baxsan ağa bir dəcəm, nə olacam məsən baxsan ağa bir dəcəm. Hamı istər deyər, ah ilə səsləyər, ya Əbəlfəz, ya Əbəlfəz. Bir də de. Qəmündə aşiqin olub bitap, ölüncə ağlaram sənə ərbab. Qəbrimin üstə həkk olub adın, Hüseyndi eşqə gövhərin ayan. Atam qulam dərgahın oldun, anam kəniz Zeynəbün ağa. Balam Əli Əsxərə qurban, Rüqəyyü və fəda bütün dünya. Ey dildarım, Hüseyn salarım, cəhanda sənsən mənim qəmxarım, mənim qəmxarım. Qolma, aç qolları be. Sensiz kimin var? Bir də de, qolma qapından ağalar ağası. Harbilə bax qəlbidə var dərdim, ay yaralı səndədir dərmanım. Hamı gedir qəbrü və mən qaldım, neyləmişəm mən sənə sultanım.
Mən ki bir ay məhərrəmi ağa, hər gecəni təkmələrəm Mevla. Dərbədərəm ağa, çağır məni səni ana Zəhra. Ey dildarım, Hüseyin salarım, cəhanda sənsən mənim qəmxarım, mənim ağa qəmxarım. Qovma bir də de. Qəmində aşiqin olub bitab, ölüncə ağlaram sənə ərbab. Qəbrimin üstə həkk olub adın, Hüseyndi eşqə gövhərin ayan. Ey dildarım, Hüseyin salarım, cəhanda sənsən mənim qəmxarım, mənim qəmxarım. Qovma qapımdan ağalara. Amin. Fatimə balası